Herkese salam. Gəlin vaxt itirmədən birbaşa mövzuya keçək. Bugün biz Niccolo Machiavelli'nin o məşhur hərb sənətini detallı şəkildə izah edəcəyik. Bilirsiniz, çox adam elə düşünür ki, bu kitab sadəcə hansısa qədim döyüş taktikalarından bəhs edir. Amma inanın mənə, məsələ heç də belə deyil. Bu əslində bir dövlətin necə ayaqda qalması, sözün əsl mənasında necə sağ qalması haqqındadır. Biz bugün böyük dövlət idarəçiliyindən tutmuş, döyüş meydanındakı tək bir əskərin silahına qədər hər bir detalı incələyəcəyik. Machiavelli əsərdə çox möhtəşəm bir bənzətmə edir. O deyir ki, cəmiyyətin ən mükəmməl qanunları belə, onları qoruyan güclü bir hərbi dam yoxdursa, tamamilə mənasızdır. Təsəvvür edin, qızıl və ləl cəvahiratla bəzədilmiş nəhəng, şahanə bir sarayınız var. Amma damı yoxdur. Nə baş verəcək? İlk yağışda, ilk fırtınada o saray darmadağın olacaq, elə deyilmi? Bax, hərbi qüvvə məhz o sarayın damıdır. Bu da bizi istənilən cəmiyyət üçün çox vacib, təməl bir sualla üz-üzə qoyur. Biz doğrudanmı mülki həyatı hərbi xidmətdən ayırmalıyıq, yoxsa onlar əslində eyni medalın iki fərqli üzüdür? Machiavelli tam əmindir ki, yaxşı bir dövlətdə mülki qaydalarla hərbi nizam-intizam bir-birinə qırılmaz tellərlə bağlı olmalıdır. Onlar bir-birini tamamlamalıdır. Bugünkü izahlı təhlilimizdə nələrdən danışacağımıza qısaca nəzər salaq. Birinci, sülh illüziyası. İkinci, muzlu əskər problemi. Üçüncü, vətəndaş ordusunun qurulması. Dördüncü, Roma qılınçlarının İsveçrə nizarələrinə qarşı mübarizəsi. Beşinci, mükəmməl taborun sirri və nəhayət, hərbi fəzilətin bədəli. Elə isə, gəlin elə birinci və ikinci hissələrimizdən, yəni sülh illüziyası və muzlu əskər problemindən başlayaq, görək dövlət təhlükəsizliyi üçün ən böyük təhlük nədir? Baxın, buradakı əsas məsələ çox kəskin bir fərqə dayanır. Bir dövlət peşəkar muzlulara, yəni pulla tutulmuş əskərlərə güvənirsə, özünü daim böyük bir təhlükəyə atmış olur. Soruşa bilərsiniz ki, niyə? Çox sadə. Çünki bu adamların həyatda qalması, çörək pulu qazanması üçün sözün əsl mənasında müharibəyə ehtiyacı var. Sülh onlar üçün işsizlik deməkdir. Lakin vətəndaş əskərlər, onlar tam fərqlidir. Onlar döyüşə sadəcə sülhü bərpa etmək və ən qısa zamanda evlərinə, öz normal peşələrinə qayıtmaq üçün gedirlər. Tarix bu təhlükəni bizə dəfələrlə, həm də ən acı şəkildə sübut edib. Məsələn, Francesco Sforza kimi komandirləri götürək. Milanlılar onu şəhəri qorusun deyə pulla tutmuşdular, o isə nə etdi? Döyüş bitən kimi silahını öz işə götürənlərinə çevirdi və Milanın diktatoru oldu. Karfagen muzlularının üsyanı və ya sülh dövründə İtaliya şəhərlərini mərhəmətsizcəsinə yağmalayan o məşhur muzlu dəstələr də eyni ssenarinin bir hissəsidir. Machiavelli bu məqamı beynimizə həkk etmək üçün çox sərt, amma bir o qədər də dəqiq bir atalar sözü işlədir. Müharibə quldur yaradır, sülh isə onları asır. Yəni düşünün, əgər bir insanın həyatda tək bacardığı şey adam öldürmək və döyüşməkdirsə, sülh yarananda bu adam nə edəcək? Təbii ki, ac qalmamaq üçün küçələrə çıxıb quldurluq edəcək. Yaxşı, bəs çıxış yolu nədir? Gəlin üçüncü hissəyə keçək və Machiavellinin bu problemə təklif etdiyi əsas həll yoluna baxaq, vətəndaş ordusunun qurulması. Bu hissədə ən diqqət çəkən məqam Machiavellinin orduya məhz kimləri cəlb etmək istəməsidir. O, qumarbazları, quşovçularını qətiyyən yaxına buraxmır. Yəni təsəvvür edirsinizmi? Quşovlayan birini qəddar düşmənə qarşı döyüşə göndərirsiniz. Absurddur. Bunun əvəzinə o deyir ki, gedin bütün günü günəşin altında işləyən, ağır fiziki əməyə öyrəşmiş dülgərləri, dəmirçiləri, dözümlü kəndliləri gətirin. Əsl ordu üçün bizə sağlam bədən və dürüst xarakter lazımdır. Tam yeni bir ordu yığarkən o yaş məsələsinə xüsusi diqqət yetirir. Deyir ki, əskərləri 17 və 40 yaş arası kişilərdən seçin. Niyə məhz bu aralıq? Çünki bu yaşlar insanın həm fiziki gücünün, həm də cəldliyinin tam zirvəsində olduğu dövrdür. Onlar həm gəncdilər, nizam-intizama daha tez tabe olurlar, həm də uzun illər dövlətə xidmət edə biləcəklər. Keçək dördüncü hissəyə. Gəlin indi birbaşa döyüş meydanına düşək və məşhur Roma qılınclarının İsveçrə nizələri ilə qarşı durmasını təhlil edək. O dövrün məşhur İsveçrə və Alman nizəli birləşmələri doğrudan da çox qorxunc görünürdülər, amma onların çox böyük, hətta ölümcül bir qüsuru var idi. Bəli, o uzun nizələr düşməni ucaqda saxlamaq üçün əla idi. Lakin döyüş daraldıqda, məsafə qısaldıqda nə baş verirdi? Onlar ağır zirehli və qısa qılınclı Roma tipli əsgərlər qarşısında sanki müdafiəsiz bir hədəfə çevrilirdilər. Çünki zirehləri yox idi və o uzun nizələri yaxın məsafədə hərəkət etdirmək sadəcə mümkünsüz idi. Və dostlar, bu sadəcə kağız üzərindəki bir nəzəriyyə deyil, Ravenna döyüşü buna ən canlı sübutdur. O döyüşdə çox çevik olan İspan qılıncı oynadanları uzun Alman nizələrinin altından, üstündən ustalıqla suyurularaq düşmən sırasına daxil oldular. Nəticə,
yaxın məsafəli döyüşdə zirhesiz nizəçiləri sadəcə darmadağın etdilər. Bu, yaxın döyüşdə zireh və qısa qılıncın mütləq qələbəsi idi. İndi isə 5-ci hissədə Machiavelli'nin təklif etdiyi o mükəmməl ordu modelinə, yəni mükəmməl tabura nəzər salaq. Görək bu sistemi necə qurmaq lazımdır. Machiavelli bütün hesablamaları aparır və deyir ki, ideal özünü tam idarə edə bilən bir piyada taboru düz 6000 nəfərdən ibarət olmalıdır. Bu, o qızıl ortadır. Həm nizam-intizamı qorumaq üçün çox böyük deyil, həm də düşmənə sarsıtıcı zərbə endirmək üçün kifayət qədər güclüdür. Bu 6000 nəfərin tərkibi isə sözün əsl mənasında saat mexanizmi kimi işləyir. Qoşunun tən yarısı, yəni 50% ağır qalxanlı, qılınclı əskərlərdir. Onların ətrafında müdafiə divarı yaradan 33%lik nizətçi qrupu dayanır. Qalan 17% isə yüngül silahlı atıcılardır ki, onlar da kənardan dəstək verir və döyüşü başladılar. Baxın, bu, hər kəsin bir-birini qoruduğu möhtəşəm bir taktiki balansdır. Təbii ki, bu rəqəmlər, bu düzülüşlər öz-özlüyündə heç nədir, əgər ortada qan tər içində keçən amansız bir təlim yoxdursa. Machiavelli qədim Roma təlimlərini geri qaytarmağı tələb edir. Ağırlıqlarla qaçmaq, çayları üzərək keçmək və ən heyrətamizi, əsl qılınclardan düz 2 dəfə ağır olan qurğuşun silahlarla məşq etmək. Təsəvvür edirsiniz? Düşünün, həmişə 2 qat ağır silahla məşq etmisinizsə, əsl döyüşdə o qılınc əlinizdə sadəcə bir quş lələyi kimi yüngül gələcək. Nəhayət gəldik 6-cı və sonuncu hissəmizə. Gəlin görək bütün bu hərbi hazırlıq, bu nizam-intizam, dövlətin ruhu ilə, yəni fəzilətlə necə əlaqələnir? Machiavelli'nin burada çox maraqlı, hətta deyərdim ki, biraz gözlənilməz bir coğrafi müşahidəsi var. O deyir ki, tarix boyu Avropa hər zaman daha qüdrətli hərbi liderlər yetişdirib. Amma niyə? Səbəb odur ki, Avropa bir-biri ilə daim rəqabətdə olan didişən kiçik respublikalara bölünmüşdü. Bu daimi təhlükə onları məcbur edirdi ki, həmişə oyaq qalsınlar, hərbi fəziləti uca tutsunlar. Asiya və Afrikadakı o nəhəng, vahid krallıqlarda isə rəqabət yox idi, bu da onlarda böyük bir arxayınlıq və zəiflik yaradırdı. Buradakı əsas dərsi heç vaxt unutmayın. Machiavelli deyir, nizam-intizam qorxunu qovur, intizamsızlığı isə cəsur adamları belə axmaqca hərəkət etməyə vadar edir. Yəni tək başına cəsarət tamamilə boş şeydir. Əgər ən qəhrəman, ən cəsur əskər belə döyüşdə öz sırasını pozursa, o cəsur deyil, sadəcə ordunu məhvə sürükləyən bir axmaqdır. Disiplin hər şeydir. Bəli, bu günlük təhlilimizi yekunlaşdırırıq, amma sağollaşmazdan əvvəl sizi çox provokativ bir sualla baş-başa buraxmaq istəyirəm. Əgər bir dövlət özünü qorumaq üçün daima başqalarının silahına, başqalarının ordusuna möhtacdırsa, o dövlət həqiqətən azaddır. Cəmiyyətinizin qanunları nə qədər mükəmməl olur olsun, əgər sizin öz vətəndaşlarınız irəli çıxıb o damı özləri qorumağa hazır deyilsə, o respublika sadəcə dağılmasını gözləyən bir illüziyadır. Bu qədər dostlar. Ümid edirəm ki, bu təhlil sizin üçün maraqlı oldu. Növbəti görüşlərə dək öyrənməyə və kəşf etməyə davam edin.